Değerli izleyiciler, biz dünən Tibb Universitetinin Xəlil Cərrahi Klinikasında bir pasiyentlə iş əməliyyat icra etdik. Pasiyentdə həm qalxana bənzər vəzin düyülü olur və biopsiya nəticəsi macin şübhə gəlmişdir və bir də boynun ön hissəsi, tiroidvaskal kista diaqnozuna müraciət etmişdir və iki əməliyyat icra olundu eyni vaxtda. Tiroidvaskal kist yerləşir boynun ön səthində, dilaltı sümük səviyyəsində. Burada bir şişkinlik var idi və ultrases müayinəsində təsdiqləndi ki, bəli bu kistadır, dilaltı sümüyə bağlı bir kistadır və əməliyyat zamanı öncə dilaltı sümüyü xaric etdik və burada dilaltı sümüyünün bağlanan hissə, kistanın bağlanan hissəsi olur ki, onu mütləq rezeks olunmalı, o rezeksi etdik sümüyü və bir də tiroid əməliyyatı, qalxana bənzər vəzinin tam çıxarılması, yine tam çıxarılması, çünki burada düyünün strukturası, vücut görünüşündə şübhəli olduğu üçün biopsiya olunmuşdur. Biopsiyasında maligin gəldiyindən, yəni total tiroidektomi əməliyyatı icra olunur. İndi isə sarğısını dəyişdirik, bir gün sonradır və evə yola salırıq. Amma pasiyent qorxurdu. Qorxurdum ki, səsində bir problem olar. Necə səni danış görüm? Yaxşıdan. Rahat danışa bilirsən, bir udqunmanda bir çətinlik var. Bu pasiyentlərdə yəni 3 gün müddətdən, 4 gün müddətdən udqunmada bir çətinlik olur. Çünki biz boğazda əməliyyat edirik, ona bağlıdır və o zaman bu pasiyentlərə həm ağrı kəsici verilir, həm də xüsusi soğurma tabletkalar var ki, ağrı kəsici iltihab əleyhinə onlardan istifadə olunur və o istifadə müddətində həmən ağrı bitir. Bizim indi burada kosmetik sap qoyulur və kosmetik sap bir gün sonra çıxarılır. Mən indi buradan sapı çıxartıram.